Bizdə Azərbaycanda Instagram, TikTok hesabları biraz başqa cür təbliğ olunur. Biz bunu doğrudan da ən azından mən bunu bacarmışam gözəl bir şəklə çevirməyə. Mən öz sənətimlə bu şeyi biraz da deyirlər şou qataraq bunu bir gözəlləşdirməyə çalışdım. Axşam yerləşdirdim TikTok hesabına, səhər ayıldım ki, video 6 milyon baxış gəlib. Dünya üzrə qlobala düşüb. Onda hiss elədim ki, həm də ki, bilirsiniz, sizə xoş sözlər deyirlər, xoş dünyanın hər bir yerində. Onda hiss elədim ki, işlər çoxalıb, ətrafımız çoxalıb və hər şey gözəl şəkildə gedir. Mən İsmailov Əbülfəz Murtuzoğlu, Vinçenko Baku şirkətinin qurucusuyam. Biz süni mərmər effektləri divar üzərində edirik. Sənət işimizdir bu bizim. ...1987-ci il 13 avqust Qərbi Azərbaycanın inşallah əlbəttə ki qayıdar bizə, buna tam inanırıq. Qərbi Azərbaycanın Uluxanlı deyirlər də, Qərbi Azərbaycanlılar ora Uluxanlı deyir. Uluxanlı rayonunun Dəmirçi kəndində anadan olmuşam. 1988-ci ildə Azərbaycanın gözəl şəhərlərindən biri olan Gəncə şəhərinə köç etmək məcburiyyətində qaldıq. Biz də atamız hərbiçi olduğu üçün 5-ci sinifdən Qazax rayonunda 3 il təhsilimizi orada davam elətdirdik. Uşaqlıq həyatımızın bəzi hissəsi orada keçib. Çox təəssüf ki, o reallaşmadı o arzumuz. Hərbiçi olmaq arzusu var idi məndə. Müəyyən səbəblərdən alınmadı. Qismət, Allahın bir qismətidir. Bəlkə indi bir şəhid, bəlkə bir qazi ya da bir... Mən doğrudan elə bir insanam. Bəlkə də Azərbaycan ordusunda şərəfli bir, qürurlu bir Azərbaycan zabiti olaraq öz vəzifəmi icra edirdim. Nəsə qismət alınmadı bu bizdə. Dərs həyatı, belə deyək, uşaqlıq dövrlərimiz Azərbaycanın çətin vaxtlarına düşdü. Yəqin ki, bu fikirlə bütün 90% insan razılaşar. Çünki o vaxtlar bizim uşaqlıq vaxtlarımız 90-cı illər. 2000-ə qədər çox çətin bir dövr olub. O çətinlikdən biz də öz bəhrəsini görmüşük. İndi hal-hazırda da biz istəyirik, mən özüm istəyirəm ki, öz uşaqlarıma yaşatmayaq o çətinlikləri. Məktəb illərimdə, tətil vaxtlarımda həmişə daimin yanında, buradan da onu salamlayıram, daimin yanında bu sənəti yiyələnməyə başladım. İlk addımlarda həmişə, bilirsiniz, uşağıq da, istəyirik pul alaq.